Xanımlar, hal-hazırda əlimdə SPF 30 var. Bəzən xanımlar deyir ki, SPF 30, SPF 50 nədir? SPF 50 tam dərili, ağ dərili xanımlar üçündür. SPF 30 isə normal dəri və qara dərili xanımlar üçündür və yaxud da bəylər üçündür. Və bilirsiniz ki, biz yaz aylarına doğru gedirik və martın ortalarına doğrudur. Və bilirsiniz ki, xanımların ən çox bu aylarda üz tutduğu kremlərdən biri də SPF-dir. Çünki günün şüalarından üzlərini qorumaq üçün, düzdür, mən bütün il boyu, qış, yaz, yay, payızda belə SPF-dən istifadə edirəm. Desəniz ki, niyə görə? Çünki SPF təkcə günəşin şüalarından deyil, həm də soyuğun şaxtasından belə üz dərisini qoruyur. Tərkibində Y vitamini var və tərkibində UVB, UVA və HEV şüaları var ki, onlardan üz dərisini qoruyur və çox xoşum gəlir bu SPF kremindən. Niyə görə? Çünki dəriyə tam oksigen verir və oksigeni verdikcə üz dəridə şoranlıq, şirəlik əmələ gəlmir və hər birinizə məsləhət görürəm ki, indidən başlayın SPF vurmağa. Çünki indinin şüaları daha pisdir ki, üz dəridə ləkələr, çillər əmələ gəlir və sonradan onları aradan qaldırmaq çox çətinləşir.